Azərbaycanın ədliyyə sahəsində islahatlar uğurla davam edir. Dünyanın ən qabaqcıl ölkələrinin penitensiar xidmətində olmayan aşkarlıq və şəffaflıq Azərbaycan həbsxanalarında. Həbsxana tarixində ilk dəfə məhkum həyatı olduğu kimi. Rusiyanın məşhur Beyli-Lebed cəza çəkmə müəssisəsində hər dəqiqə ölüm anını gözləyən Qədirəli Rəcəbov. Kameradan çıxandan 21 addım atan adam bilirdin ki, güllüyə gedir. 61 yaşım var. 30 ilini həbsxana mülkündə keçmişəm. Deməli, ömrümün yarısını həbsxanada olmuşam. Bir 5 il, 10 il heç olmasa uşağı öz zivimin pulunu yedizdirsəydim, yaxşı olardı. Öz qazancımı yedizdirsəydim, uşaq heç olmasa deyərdi ki, ata çörəyi yemişəm. İçərisində narkotik maddə olan əl çantasını Rusiyaya keçirən Sevda Məmmədovanın zindan həyatı. Rusiyada 9 il mənə iş verdilər. Çujistranka deyirlər də orada, yəni ki, qıraqdan gəlmələrə. Rusiyada cəza çəkən Sevda deyir ki, anamı çox istəyirəm, evlatlarımı çox istəyirəm, bağışlasınlar. Qardaşımdan utanırım, adam utanır, xəcələ çəkir. 16 nəfər hücum etdi. 2 yerdən məni bıçaqladılar. Onların bıçağını alaraq, özümü müdafiə edərək 3 nəfəri onlardan mən doğradım. Rusiyada millətçilər tərəfindən döyülərək bıçaqlanan Vüqarın həyatını nə qədər qəribə görünsə də bir Rus qadını xilas edir. Evində aparıb mənə yardımcı oldu, yaralarımı sardı. Hər millətin yaxşısı da var, pisi də var. Rusiyanın Matroskaya Tişina adlandırılan həbsxanasında başına gələnləri Vüqar necə xatırladı? Suda boğdular məni, toklara verdilər, asılı vəziyyətdə saxladılar. 10 il məhkumluq həyatı yaşayıram hal-hazırda. Ailəm yox, uşağım yox, evim yox, eşiyim yox, atam rəhmədə getdi, anam rəhmədə getdi. Bəs mən də istəyirəm ki, gözəl bir insanlar kimi, yəni həyat quram. Məhkumluq həyatı heç bir insan üçün yaxşıdır. Hamı istəyər ki, azadlıqda olsun. Hamı istəyər ki, quru çörək olsun, bir stəkan suyu olsun, evində olsun. Ac olsun, evində olsun, öz damının altında olsun. Bu axşam saat 23:30-da Rezonans proqramında.